Əgər Çinin Şenjen şəhərinə gəlmisinizsə, Dongmen küçəsini unutmayın. Qeyri-adi bir şey yoxdur, amma məncə havanızı dəyişə bilərsiniz. Şenjenin məşhur Dongmen küçəsi şəhərin ən canlı, ən köhnə və ən rəngli yerlərindən biridir. Burada küçə yeməkləri, mağazalar, bazarlar və minlərlə insanların enerjisi bir yerdə toplanır. Bura paltar bazarı, fake market olduğuna baxmayaraq, hər yerdə masaj təklif edirlər. Bilmirəm nə məsələdir. Dongmen həm alış-veriş, həm də əsl Şenjen atmosferini hiss etmək üçün ideal yerdir. Düzdür, mən günorta gəlmişəm. Demək olar ki, heç kim yoxdur, sözlərimin qüvvəsi yoxdur, amma axşam bura dəhşətli, canlı və işıqlı olur. Bura axşam gəlməyə məsləhətdir. Çinin çox yerində icazə verirlər ki, nəyi satırlar, onu verir ki, dadına baxasan. Bu keksi mən çox sevirəm. Bura paltar bazarıdır. Bilmirəm onlar malı hardan götürür, amma burada da yazıb ki, topdandır. Qardaş da bayaqdan döyəcləyir. Başın ağrımır, hə? Məni daimi izləyənlər bilir ki, mən Çində 16 ildir yaşayıram, maraqlı videolar çəkməyə cəhd edirəm və B2B cəngavəriyəm. Sadə dildə desək, B2B dəstək verirəm. Əlaqə saxlayın, danışaq. Soruşsaz ki, bura çox maraqlıdır. Deyəcəm ki, maraqlı deyil, Çinlilər üçün maraqlıdır. Onların tərzi dincəlməkdir, amma gəlib görmək məsləhət. Gələn görüşlərə qədər. Bay bay.